Bismillahirrahmanirrahim və bihi nəstəin. Biz hal-hazırda Allah rəhmət eləsin bu zonalı Hacı Arif, Şeyx Arif dedikdə biz ona Əliyağı qədəmgahının xadimi idi, xidmətçisi idi. Hörmət əlaməti olaraq orada xidmət edənlərə də binəyi qədimdən şeyx dedilər. Hacı Arif bu zonalı Əhmədoğlu demək olar ki, Sovet vaxtından ki, qadağan olmuşdu Əliyağını ziyarətə getmək, gəlmək. Sonra elə oldu ki, təxminən hardasa 1986 idi, 87 filan bu illərdə idi. Mən bu zonada Meşəqəri məscidində məktəb açdım. 1985-86 olardı. O illərdə Quran dərsi 200 nəfər tələbə yetişdirdim. O dövrlər idi ki, sonra da orada məsləhət oldu ki, bir nəfər Əliyağında təyin eləmək lazımdır, Əliyağına ki, orada rəhbərlik eləsin, zona Əliyağ qədəmgahına. Bu rəhmətli Hacı Arif də bizə demişdi ki, birdən Hasan məsləhət olsa, icazə versələr ki, bura adam təyin eləmək, mən əhd eləmişəm ki, gedib burada nökərçilik eləyərəm mən. Ona görə də biz ona xəbər verdik ki, o vaxt bizə xəbər verdilər ki, bir nəfər təyin eləmək olar, Eliyün, Meşəqəri məscidindən. Ona görə də biz ona xəbər verdik, o da sevindi, gəldi. Dedik ona məsələ belədir, doğrudan çox sevindi. Dedim, Allah'ın əhd eləmişəm ki, əli əyağında nökərçilik eləyim. Gəldi, apardığını təyin elədi görə. Düzdür, çox çətinliklərlə olsa da, İlk uranı o dövrlərdə torpağın altındaydı, günbəzi yox idi, biz gündəydi Əliyağı. Şeyx Arif orada təyin olandan sonra abadlıq başladı, cəmaat kömək elədi, özü rəhbərlik elədi, çox böyük zəhmətlər çəkdi. Sonra elə oldu ki, mənə dedi ki, yəni Şeyx Arif, Hacı Arif Əliyağında rəhbərlik eləyəndə böyük işlər görür. Təsəvvür eləyən ki, götürüb, mənə dedi ki, mədrəsəvi Meşəqəridən köçüdüklə ki, Əliyağı burada gəmbolluqdur, baxçı otaqları var, gəl dərsləri burada keçək. Mən də Meşəqəridən gəldim, Əliyağında qəşəng bir dərs otaqları düzəlmişdi. Gəldim və başladım bu mədrəsəni orada davam elətdirməyə. Neçə il orada dərs keçdim. Demək olar ki, ondan sonra da ki, onun xeyir işləri çox idi. Deməli, bütün kəndlərdə ətraf, Xəzər rayonunun bütün ətraf kəndləri gezirdi. Kimsəsiz, xəstə, şikəst, yetim, heç kim olmayan adamı. Mən də biz də ona neçəsi dəfə getmişik bu yerlərə. Ünvanları yığırdı, evləri gedib yoxlayırdı. Gedirdi, dəqiqləşdirirdi həqiqətən. Bunların ehtiyacı var. Sonra onları siyahıya alırdı. Onlara yardım götürüb, hər ay yardım götürürdü. Sonra bu qərara gəldi ki, Həzrət Əlinin ehsanıdır, bu pul nezir Əli qədəmgahına gəlir. Bu qərara gəldi ki, özü çağırdı bizi. Dedi, o yerləri mən dəqiq bilirəm, adresləri də tanıyıram da, dəfələrlə yoxlamışam. İstəyirəm həmin adamlara maaş verin burada. Həzrət Əlinin burada nezir pullarından. Ona görə ayda hardasa bir 30-40 nəfər adama pul verirdi. Maaş kimi verirdi, gən də deyirəm, kasıb adamlara, yoxlanılmış, dəqiqlənmiş adamlara hər ay gəlirdilər, orada yazı ilə, pozu ilə qoymuşdu, müəyyən məbləğ verirdi, çörək pulu, ərzaq pulu, hər ay gəlirdilər, alırdılar, qol çəkirdilər, qeydiyyatla verilirdi onlara. Yəni, Şeyx Arifin bir başqa da böyük işi də bundan ibarət olub, ona görə özümə borc bildim, çox adam bunları bilmir. Böyük iş bu oldu ki, bizdə bu zonada o vaxt, indi də var həmin yer, qocalar evi var idi, o kimsəsizlər evi. O evdə yaşlılar götürüb qoyurdular, heç kimləri yoxdur. O da rəhmətə gedənlər o vaxt olurdu ki, bunları nə yuyurdular, nə kəfənə tuturdular, nə namaz qılırdılar. Götürdülər bəzi köhnə qəbristanlıqlarda. Azıyırdılar o dövrdə, Sovet dövründə. Azıyırdılar, götürdülər paltar qaşıq,
bastırırdılar. Sonra ki pis şəkildə. Sonra Acarif dedi ki, getdi bizi ilə getdi. Onlara müraciət elədik ki, belə eləməyin. Bunlar müsəlmandırlar. Nə olsun kimsəsizdilər. Amma siz bunları aparırsınız. Dərəni qazıyıb atırsınız paltarlarına falan. Acarif təşəbbüs elədi. Dedi ki, burada nə qədər adam rəhmətə getsə, mən onların hamısını ələ yağının hesabına yudutturacağım, kəfənə tutturacağım. Hətta bu qəbristanlıq ki var bu zonanın, demək olar ki, bu zonaya aid qəbristanlıqdır. Bir adı bu zonada Təzə qəbristanlıq deyirlər bura. Bir dedi gəldi burada yer aldı. Azarı kimsə istər üçün yer aldı. Bu yerlər ki biz görürük, fikir verirsiniz. Bu qəbirlər görürsünüz. Bax, başlayacaq. Orada qara mərmərli qəbirlər görsənir. Bax, oraya 4 dövrə. Bunlar hamısı Ələ Yağ qədəmgahının hesabına Hacı Arif'in zəhməti ilə o gəlirdi, buraya qoyduyum bunu da eşitsinlər. Deməlimsə necə idi? Traktor götürürdü bura, traktor bu yerlərə. Bu yerləri almışdı. Hacı Şeyx Arif aldı, o da danışdı. İcazə verdilər, bu yerləri aldı cemaat üçün. Kimsəsizlər üçün daha doğrusu. Sonra özü Ələ Yağının hesabına traktor götürürdü. Burada olası qəbir qazatdırırdı. Bir qazamağa 15 tane, 20 tane. Sonra o qəbirlərin həmin qəbirlərdir. O tərəf də oraya daxildir. Bu tərəflərdə də bəzi yerlər var. Onların qəbirləri vardı burada. Yəni böyük yerdir. Sonra da ən böyücü budur. Məsələ budur. Axırda bizə vəsiyyət elədi. Mənə də özümə dəfələrlə. Dedim, mən ölsəm, mənim qəbrimi kimsəsizlər qəbristanlıqda ki, onları mən burada dəfn eləmişəm, onların ortasında dəfn elərsiniz. Mən özümü də mən kimsəsiz sayıram. Ular kimi. Acarif çox mömin adam idi. Çox əhli iman idi. Allah rəhmət, çox zəhmətkeş idi. Çox xeyrxax idi. Çox kömək eləyən idi. Fəqirə, kasıbə, yetimə. Hətta onlarda əlavə ziyarətgahları, bizim kətdə olan seyidlərin ziyarətgahı, məscidlərin hamısının təmirinə Ələ Yağının hesabına köməkli yeriyib abadlığa çıxarırdı. Biz də ona görə bugün gəldik bura. Həmin qəbrini ziyarət eləyək, gör neçə il keçmişlər. 2004-də, 2004-cü il rəhmətə gedirdi. Artıq heç vaxt biz onu unutmuruq. Bizim qəlbimizdə də əsası budur ki, bu işlər Allah yanındadır. Amma bizim bir borcumuz da budur ki, gələcək nəslə təqdim eləyək ki, bizim bu cür əcdadımız olub, bizim bu cür babalarımız olub, bu cür qeyrətli, imanlı, zəhmətkeş, Allahçı əcdadımız olub, bu işləri görüb, o gələcək nəsil də bilsin, tanısın. Allah Hacı Arif'in ruhunu şad eləsin. Allah qəbrini pürnur eləsin. Ona kömək eləyənlər var idi. Yığılardılar qədəmgaha hamısı. Kömək eləyərdilər bu işlərdə. Çoxsu rəhmətə gedib. Allah hamısını dəriq rəhmət eləsin. Allah öz ruhunu da şad eləsin. Allahümme salli alən nebiyyi Muhammedin və ali Muhammed rəhməllah mən istəmə dua və bi haqqı surəti. Fatihət məsin.